2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanılmış yol vergisi 88,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 16,6%, 2024-cü illə müqayisədə isə 3,6% azdır. Dəqiq ekspert reporta istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, azalma ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqədardır. Belə ki, neft məhsullarının daxili bazarda satışı üzrə proqnoz AI-92 markalı benzin üzrə 233,3 min ton və yaxud 14,3%, AI-95 markalı benzin üzrə 105,5 min ton və yaxud 95,9%, dizel yanacağı üzrə isə 197,1 min ton və yaxud 9% az icra edilib.